Deməli şagirdlər, mövzumuz səlib yürüşü. Bəzi mənbələrdə xaç yürüşü və ya səlib yürüşü gedir. Bunu səlib yürüşü adlandırıblar ərəblər. Mövzu xaç yürüşü, xristian kilsəsinin parçalanması. Biz belə bir şey demişdik sizə. 395 biraz əvvəl dərsdə də bunu xatırlatdıq sizə. Roma imperiyasının parçalanmasıdır. Bu ifadələrə diqqət edin. 395 Roma imperiyası. Yəni ya da bir 27-dən başlamışdı. Ondan əvvəlki hadisələr imperiya deyil, respublika və padşahlıq dövrləri var. İki hissəyə parçalanmışdı. Şərqi Roma, Qərbi Roma. Deməli, Qərbi Romada xristian kilsəsinin başçısı Roma papası idi. Bilirsiniz, Romada oturur, yəni Vatikanda oturur. Şərqi biz Romada isə, yəni Bizansda isə Bizans patriarxı rəhbərlik eləyirdi. Pravoslav kilsəsi. Sonradan Pravoslav kilsəsinin rəhbəri olacaqdı. Biraz sonra gələcək məsələyə. Yəni hər ikisi xristianların rəhbəridir. Biri şərq tərəfdə rəhbərlik eləyir, yəni patriarx şərqdə rəhbərlik eləyir, papa isə qərbdə rəhbərlik eləyir. Hələ kilsə parçalanmayıb da, sadəcə Roma imperiyası bölündükdən sonra bu formada bir bölgü var ortada. Və bunlar arasında mübarizə gedir. Mübarizə gedir ki, xristianların vahid lideri olmaq və kilsə gəlirlərini bölüşdürmək uğrunda mübarizə gedir. Kilsənin gəlirlərini bölüşdürmək uğrunda. Bu mübarizə nəticəsində 1054-cü ildə, bu il bizə tanış yer Azərbaycan tarixində Rəvvadi və Şəddadilərin Səlcuqlara tabe edilməsi. Toplumun suallarını görəcəksiniz. Eyni ildə soruşur. Qarşıda çıxacaq birinci yerdə. Və nəticədə nə oldu? 1054-cü ildə xristian kilsəsi iki hissəyə parçalandı. Diqqətli olun. Xristianlıq iki hissəyə bölünür 1054-də. Birincisi Qərb kilsəsi, yəni katolik, başçısı Roma papası idi. İkinci şərq, yəni pravoslav kilsəsi, başçısı isə Bizans patriarxı idi. Burada papadır. Burada isə patriarx. Nə edirdi? Rəhbərlik edirdi. Keçirik. Katolik kilsəsi. Şagirdlər, katolik kilsəsi bu zaman Avropada belə ifadə desək at oynadır. Nəyə görə? Çünki 9-11-ci əsrlər biz demişdik ki, Avropada feodal dağınıq dövrdür. Biz bunu hansı hadisədən nəyə görə əsasən demişdik? 843-cü ildə Verden müqaviləsi olmuşdu, xatırlayırsınız, Frank dövlətində. Və buna əsasən Frank imperiyası 3 hissəyə bölünmüşdü. 3 dənə dövlət yaranmışdı. Almaniya, İtaliya və Fransa dövləti. Və bu dövlətlər də ayrı-ayrı feodal knyazlıqlara bölünmüşdü. Yəni feodal hakimiyyətlərə bölünmüş ki, bu da feodal dağınıqlığına gətirib çıxarırdı ölkədə, yəni Avropada. Bu feodal dağınıqlığı dövründə təbii ki, burada da ən çox əziyyət çəkən kimlər idi? Kəndlilər idi. Və belə bir vaxtda, belə qarışıq vəziyyətdə deyir ki, yeganə mütəşəkkil qüvvə Avropada katolik kilsəsidir. Mütəşəkkil fəaliyyət göstərir. Çünki dağınıq halda olduğuna görə dövlətlər, papa bundan istifadə edir və öz hakimiyyətini, mövqeyini möhkəmləndirir və gəlir əldə etmək üçün yollardan istifadə edir. Hansı yollardan istifadə edir? Yollar birincisi bu da. Nədir? Kilsə torpaqlarının alınan vergi. Kilsə torpağı alınan vergisidir bu. Sonra bütün əhalinin alınan 1/10 vergisidir. Sonra dini mərasimlərdən alınan vergidir. Müəyyən dini mərasimlərdə, dini ibadətlər zamanı yerinə yetirilən ödənilən vergidir. Və ən əsaslarından biri də budur. Indulgensiya. Cənnət qəbzləri. Yəni, bu kağızı alanlar cənnətlikdir. Bu formada əhaliyə müraciət edilir və onlara cənnət qəbzi satılır. Bir düşünə bilirik, həmin dövr vəziyyəti Avropada insanların düşüncə tərzi o formadadır ki, cənnət qəbzlərinə inanırlar və onu satın alırlar bu adamlar. İndi ala bilərmi kimsə, alırmı? Çətin. Aydındırmı? Belə bir vəziyyət var. Mənzərəni təxmin sizə təsəvvür edə bildik. 9-11-ci əsrlərdə Avropanın mənzərə budur, vəziyyət budur. Və bu vəsaitin, bu gəlirin 4də vəsait hara çatırdı? Roma papasına çatırdı. Romaya çatırdı və Roma papası deyir ki, Avropada ən varlı şəxsidir. Hətta bəzi dövlətlər ondan borc alırdılar Roma papasına və həmin dövlətlər Roma papasının vassalı adlanırdılar. Bu zaman papalar Qərbi Avropada, baxın cümləyə diqqət edirsiniz burada, Qərbi Avropada siyasi hakimiyyətə sahib olmaq uğrunda Almaniya imperatorluğu ilə mübarizə aparırdı. Bunu biz demişdik ki,
3 dənə dövlətdən 843-də yaranmış 3 dövlətdən bir dənə Almaniya bütöv halda qalmışdı. Niyə görə? Macarların yürüşünə görə Alman hersoqları birləşmişdilər vahid halda və sonradan 962-də isə hətta 1-ci Otto tərəfindən müqəddəs Roma imperiyası yaranmışdı. Bunu ümumi tarixdə əvvəlki mövzularda demişdik sizə. Bu cümlələrə diqqət edirsiniz. Papalar Qərbi Avropada siyasi hakimiyyətə sahib olmaq üçün Alman kralları ilə nə edirdilər? Mübarizə aparırdılar. İndi baxaq, görək burada nə deyir bizə. Deyir ki, şagirdlər, kilsənin bu qaydalarına qarşı çıxanlar var. Axı 4 dənə vasitə saydı. Kilsə gəlir əldə edirdi. Bu ədalətsizliyinə qarşı, bu haqsızlığa qarşı çıxanlar var ki, kilsə sən doğru iş görmürsən, papa sən səhv addım atırsan. Həmin şəxsləri kilsə bidətçi adlandırırdı. Yəni siz dindən dönmüsünüz deyirdilər. Kilsə onların üzərinə şər atırdı ki, siz dindən dönmüş sayılırsınız, dinə qarşı çıxırsınız və həmin şəxsləri təqib edirdilər. Onları təqib edirdilər, cəzalandırırdılar. Adətən kilsə məhkəməsinə verirdilər. Bu adlanır inkvizisiya kilsə məhkəməsi adlanır. Orada isə həmin şəxslər üçün nə edirdilər? Cəza çıxırlar. Adətən cəza bu idi, tonqalda yandırılmaqla edam edirdilər. Deməli, bidətçilər kimlərdir? Güya dindən dönmüş insanlardır. Amma əslində onlar haqqı həqiqəti istəyirdilər. Saydığımız dövlətlər Danimarka, İngiltərə və Polşa Roma papasından asılı halda idilər. Özlərini Roma papasına vassal elan etmişdi bu dövlət. Qüds şəhəri, Yerusəlim. Yerusəlim həmin dövrdə, artıq 11-ci əsrdə Səlcuqlar tərəfindən ələ keçirilmişdi. Suriya Fələstin xatırlayırsa 1-ci Məlikşahın dövründə demişdik. Ələ keçirilmişdir. Daha əvvəllər isə ərəblərin Bizansın əlində idi. Sonra 7-ci əsrdə 4 xəlifənin dövründə ərəblər onlardan geri almışdı. Bu formada. Səlib yürüşlərin başlanması. Biz dedik ki, Avropada belə bir qarışıq vəziyyət var. Feodal dağınıqlığı var. Kilsə gəlir mənbəyinə çevrilibdir və o xalqı müxtəlif formada istismar edir. Həm feodalı, həm kilsə istismar edir. Belə bir vaxtda ölkədə feodal dağınıqlıq var, mübarizə gedir və bundan ən çox əziyyət çəkənlər kəndlilərdir, yoxsul təbəqədir. Onlar dəfələrlə belə deyim, hakimiyyətə qarşı çıxmağa çalışırlar, onlar etiraz edirlər, onlar üsyan etmə təhlükəsinə gəliblər. Belə qarışıq vəziyyətdə, baxın, Avropada belə qarma-qarışıq bir vəziyyətdə Roma papası bir neçə dəfə əhaliyə müraciət edir ki, bu vəziyyəti dayandırın. Yəni belə bir vəziyyəti, mübarizəni sonlandırın. Bir neçə dəfə əhaliyə müraciət edir. Amma bir nəticə olmur. Bir nəticə yoxdur. Kilsə isə dediyimiz kimi vəziyyətdən istifadə edirdi və öz keşişləri vasitəsilə, keşişlər yəni onların işlərini görən şəxslərdir. Yəni kilsə işlərini görən təbliğatçılar. Onlar vasitəsilə öz işlərini həyata keçirirdilər, öz təbliğatlarını aparırdılar. Avropada baş verən feodal dağınıqlığı, asayişin pozulması, təbii fəlakətlər, epidemiyalar cəmaatı pis vəziyyətə salmış, maddi olaraq pis vəziyyətə salmışdı, iqtisadi çökmüş vəziyyətdədir. Bunu və xalq da buna qarşı etiraz edir, üsyan etmə təhlükəsinə gəlir. Və belə vəziyyətdə Papa dəfələrlə əhaliyə müraciət etsə də heç bir nəticə vermədi. Ən sonda Roma papası vəziyyəti idarə etmək üçün, vəziyyətdən çıxmaq üçün dindən istifadə etdi. Dini məsələdə insanların dini heysiyyətinə toxunmağa qərar verdi. Bu məsələ nədir? Deməli 1095-ci ildə. 1095-ci ildə. Roma papası 2-ci Urban Fransanın Clermont yığıncağında, Clermont şəhərində əhaliyə müraciət etdi. Təkrarlayırıq. 1095-ci ildə Roma papası 2-ci Urban Clermont şəhərində əhaliyə müraciət etdi. Onların müraciət şəkli bu idi. Biz İsa'nın qəbrini azad etməliyik. Orada hətta belə bir ifadə işlədi. İsa'nın qəbrini kafirlərdən azad etməliyik. Orada kafirlər deyərkən dırnaq arasında təbii ki, müsəlmanlar, yəni Səlcuqları nəzərdə tuturdu. Getməliyik, Səlcuqların əlindən İsa'nın qəbrini azad etməliyik. Bu formada düşünün, indulgensiyaya inanan bir kütlə, xalq təbii ki, buna da inanırdılar ki, biz gedib İsa'nın qəbrini azad edəcəyik. Amma İslam inancına görə İsa'nın qəbri yoxdur. İsa peyğəmbər qeybət çəkilibdir, öldürülməyibdir. Axır zamanda geri qayıdacaq deyirdilər. Amma o kütlə nə edirdi? İsa'nın qəbrinin olduğunu düşünürdülər orada.
və onu xilas etmək üçün, onu oradan azad etmək üçün dini damarlarına toxunmuşdu bu məsələ, bu söhbət və yüzlərlə insan bellərinə xaç işarəsi çəkdilər parçadan. Ona görə yürüş xaç yürüşü adlanır. Ərəblər isə bunu səlib adlandırırlar. Və nəticədə Avropadan şərqə doğru nə başladı şahidlər? Yürüşlər başladı. Bu yürüş xaçlı yürüşü adlanır. Yəni xristian xalqların müsəlman ölkələrinə, xristian dövlətlər, müsəlman dövlətlər üzərinə dini zəmin, dini pərdə adı altında başlanan bu yürüşlərinə xaç yürüşləri deyilir. Və nəticədə baxırıq, xaç yürüşündə iştirak edən təbəqələr kimlər var? Kəndlilər var, feodallar var və Roma papası var. Bunların hər birinin də özlərinin ayrı-ayrı məqsədləri var. Kəndlinin məqsədi feodalların istismarını canını qurtarmaq və orada getdiyi yerlərdə torpağa sahib olmaq istəyirlər. Feodallar şərq ölkələrini qarət etmək istəyir və yeni ərazilərdə, yeni kəndlilər sahib olmaq, aslı kəndlər əldə etmək istəyirlər. Roma papası isə müsəlmanları və şərqdə olan xristian xalqı itaətə gətirmək, onları xristianlaşmaq və əmlakların mülklərini ələ keçirməklə papanın mülklərini çoxaltmağa çalışırdı. Yeni gəlir mənbəyi ələ keçirməyə çalışırdı. Bu da hər birinin nə idi? Məqsədləri idi. Demək ki, dini pərdə adında başlayan bu yürüş əslində nə idi? Bir vasitə idi. Əsas məqsəd qarətçilikdir. Birinci sərb yürüşünə ilk dəfə olaraq birinci sərb yürüşünə şahidlər başladı 1096-cı ildə kəndlilər başladı. Avropanın kəndliləri. Hansı dövlətlər? Fransa, Almaniya və İtaliya. Biz bunu hardan yadda saxlaya biləcək birincidə olanları? 843 Verden müqaviləsinə görə yaranmış dövlətlərdir bunlar. Və onlar nə etdilər? Başladılar. Şahidlər, səlib yürüşünün səbəblərindən biri də, bunu da mütləq qeyd edək, Bizans imperatorudur. Yəni, niyə görə? Axı 1071-ci ildə, xatırlayırsınızsa, Malazgirt döyüşündə Bizans məğlub olmuşdu və o yardım üçün Rom papasına müraciət edir. Və bu məsələdə də Rom papası biraz da bunu nəzərə alaraqdan ona dəstək məqsədi ilə aydındırmı? Deməli, birinci sərb yürüşündə ilk dalğasında birinci dalğa kimlər gəldilər? Kəndlilər gəldilər, yoxsul kəndlilər və gəldilər. Gəldiyi kimi də hətta Bizans o kəndli təbəqəsini gördü, kəndli ordusunu gördü, məyus olmuşdu ki, biz Roma papasından kömək istəmişik, bizim üzərində yoxsul, ac-yalavac kəndlilər göndəriblər, əli silah tuta bilməyən adamları. Və həmin ordu Səlcuqlar tərəfindən məhv edildi. Amma 99-cu ildə isə, 99-cu ildə, deməli, bu birinci dalğa başa çatdı, getdi. Məğlub oldu, getdi. 99-cu ildə ikinci dalğa başladı. İkincidə artıq cəngavərlər gəlmişdilər. 1099-cu ildə Avropanın cəngavərləri, yəni muzlu ordulardan ibarət olan qoşun gəlmişdi. Onlar gəldilər, nə etdilər? 1099 Qüdsü tutdular, Səlcuq qüvvələrini məğlub elədilər, Qüdsü ələ keçirdilər, burada müsəlman və yəhudilərə qarşı qətliam, qırğınlar həyata keçirdilər. Nəticədə şərqi, Arab dənizinin şərq sahillərində, yəni ön Asiyada tutulan ərazilərdə yeni dövlətlər yarandı. Qüds, Edessa, Antioxiya və Tripoli dövlətləri yarandı. Deməli, sualı belə verirsə, birinci sərb yürüşünün nəticəsi yeni dövlətlər yarandı. Bu, dördüncü sərb yürüşünə oxşar cəhətdir. Aydın oldu mu? Bir də diqqətli olursunuz. Qüds krallığı, bax, yaranan Qüds krallığı Avropada yaranmayıb, ha. Aralıq dənizinin şərqində yaranıbdır. Yəni, şərqdə yaranmış dövlətdir. Testin birində qarşıda çıxacaq. 11-ci əsrə aid olan hadisələrin aid deyil deyir. Avropaya aid deyil. Qərbi Avropaya aid deyil. Belə bir cümlə yazıbdır. Axırıncı variantda belə bir şey var orada. Deməli, Qüds krallığının yaranması 11-ci əsrə aiddir, amma Avropada yox, şərqdə yaranmışdır. Nəticədə baxırıq, Qüds krallığı xaçlı dövlətdir, ən böyüyü idi. Onun başçısı vardı və Fələstini idarə edir. Digər dövlətlər də ona tabe idi. Bu birinci səlib yürüşüdür. İndi buradan sonrasını konkret nə edirik? Əzbəri gedirik. Yəni, baxırıq, Mosul hakimi deyir ki, Mosul hakimi səlibçiləri məğlub etdi az sonra və orada birinci səlib yürüşündə niyə səlibçilər, yəni xaçlılar qalib gəlir? Çünki Səlcuq dövləti zəifləmişdi, aralarında mübarizə gedirdi. Daha sonra onlar Səlcuq sultan və bəyləri aralarını birlikdə qurdular, qüvvələrini birləşdirdilər və mübarizə apardılar. Mosul hakimi isə səlibçiləri məğlub etdi və Edessanı azad etdi. Bu, ikinci səlib yürüşünə səbəb oldu, 1147-49-cu ildə. Bu, səlib yürüşdə məğlubiyyətlə başa çatdı. Səbəbi nə idi?
Yürüş iştirakçıları arasında ziddiyyətlər var idi. Bizans onlara dəstək vermədi və Səlcuqlar onları nə etmişdi? Məğlub elədilər. Səlcuqların mübarizəsi. Sonra 3-cü Səlc yürüşünə baxacağıq. Deməli, 1187-ci ildə Misir hakimi Sələhaddin Əyyubi Təbərriyə döyüşündə Səlibçilər, Xaçlar məğlub elədi və Qüdsü azad elədi. Bu Avropada böyük bir əks-səda verdi bu hadisə. Və Qüds krallığı süqut etdi. Və bunun qisasını almaq üçün 3-cü Səlc yürüşünü deyədilər. 89-92-ci illərdə. Bu zaman gəlir kimlər? Müqəddəs Roma, yəni Almaniya, Fransa və İngiltərə. Yəni əvvəlki dövlətdə İtaliyanı çıxartdılar, yerində Almaniya var. Və bu zaman bu yürüş də nə olacaq? Uğursuz olacaq. Hətta burada xüsusiyyətlərdən biri nədir? Alman imperatoru düz quru yolla gəlsə də çayı keçərkən orada boğularaq ölür və ordu dağılır. Yəni Qüdsü azad etmək üçün olan bu yürüş də uğursuz oldu. 3-cü Səlib yürüşü. Baxırıq 4-cü Səlib yürüşü. 4-cünün digərlərindən fərqli cəhəti nə olacaq şahidlər? 4-cü Səlib yürüşündə Rom papası özü rəhbərlik edirdi 3-cü Innokenti və burada deməli dəniz yolu ilə gəlirdilər. Dəniz yolu ilə gəlmək üçün də Venesiyadan gəmilər kiraladılar. Gəmilər, dənizçilər kraliçası Venesiyadan gəmilər aldılar. Venesiyanın məqsədi nə idi? Venesiya burada istəyirdi ki, bu yürüşdə Bizansı zəiflətsin və dənizlərdəki hegemonluğu öz əlinə almış olsun. Və bu yürüş əvvəlcə düzdür, Qüdsə doğru gəlmək üçün planlanmışdı, amma Venesiyanın təkidi o neynədi? Dəyişdirildi. Aydındırmı? Yəni, daha doğrusu belə deyim sizə, 4-cü Səlib yürüşündə məqsəd Misiri ələ keçirməkdir. Çünki biraz əvvəl Qüdsü azad edən Misir hakimi vardı, Sələhaddin Əyyubi. Onu məğlub edib Misiri yenidən ələ keçirməyə çalışırlar. Misiri məğlub etməyə çalışırdılar və Qüdsə sahib olmağa çalışırdılar, amma məsələ alınmadı. Çünki Venesiya onların yolunu dəyişdirdi. Hara? Bizansa doğru dəyişdirdi. Çünki madəm gəmiləri mən vermişəm, mənim istədiyim kimi olsun. Hədəf oldu Bizans. Konstantinopol gəldi 1204-cü ildə tutuldu. 4-cü Səlib yürüşü 2-dən 4-ə qədər davam edir. 1202-4. Konstantinopol ələ keçirildi. Müqəddəs Sofiya məbədi qarət olundu və burada Latın imperiyası quruldu 1204-dən 61-ə qədər. Bizans müvəqqəti olaraq süqut elədi. Hətta deyir ki, bu cümləni qeyd edirik. Səlibçilərin məqsədlərin qarət olmağı əsasən hansı yürüşdə özünü göstərmişdi? 4-cü Səlib yürüşündə özünü göstərmişdi. 1261-ci ildə Bizanslar Səlibçiləri buradan qovdular, çıxartdılar. Bundan sonra daha 4 dəfə yürüş olur. 13-cü əsrin sonuna qədər, 11-13-cü əsrləri əhatə edir. Amma bu yürüşlər hamısı nə oldu? Uğursuzluqdan başa çatmış oldu. Şahidlər, bu gördüyümüz cədvəl var. Xüsusilə diqqət edirik. Səlib yürüşünün Avropa üçün iqtisadi nəticələri və sosial-siyasi nəticələri. Aydın oldu. Bunlara diqqət edirsiniz. Araqla ticarət canlandı, Şərq ölkələri ticarət inkişaf elədi. Ticarət üstünlük keçdi. Deməli, İtaliya şəhər dövlətlərinə keçmiş oldu. Şərqdən nə öyrəndilər Avropalılar? Deməli, güzgü, sonra ipək, ətir, yel